söz verilir İSESCO'nun baş direktörü Cenab Salim bin Muhammed Al-Malik'e. Bismillahirrahmanirrahim. Rəhimli və mərhəmətli Allahın adı ilə aləmlərin Rəbbi olan Allaha həmd olsun. Məhəmməd Peyğəmbərə salam və dua olsun. Azərbaycan Respublikasının prezidenti, hörmətli cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva, hörmətli iştirakçılar, hörmətli nazirlər, səfirlər, hörmətli qonaqlar, Allahın salamı və rəhməti və bərəkəti sizə olsun. O, sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci il idi, onda Azərbaycanın paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünə məxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. 3 il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir. Paklıq, saflıq və xoş abi-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi? 1751-ci ildə banisi Pənahəli xan tərəfindən ümidlərlə salınıb. Dünya şəhərlərini qoynuna alaraq öz mədəniyyəti ilə onları tanış edib, öz ticarət əlaqələrini möhkəmləndirib, onun tacirlərinin əks-sədası bütün dünyadan gəlib. Oralara onlar təkcə xalça, qumaş parçalar və mərmər deyil, həm də şeir, poeziya, fəlsəfə, gözəl tablolar göndəriblər. Eləcə də göndərilənlər içərisində musiqi alətləri də var idi. Ustalar onları sevgi ilə hazırlayıb, yaradıcılıq və unikallıq nümunələri kimi şəhərlərə paylayıblar. Şuşa daim yüksəklikdə, ucalıqdadır. Onun mütəfəkkirləri, yaradıcı insanları, onun Qafqaz müsəlman kimliyini öz qələmlərində və mürəkkəb qablarında daşımışlar. Onunla Azərbaycan insanının şəxsiyyətinin mədəniyyət hüdudlarını qoruyub saxlamışlar. Buna görə də şəhərin bayrağı daim uca olmuşdur. Qəddar düşmənlər onun şirinliyini ələ keçirmək üçün hər zaman puskuda durmuşlar.
Lakin şəhər çox keçməmiş öz əziz vətəninin qoynuna qayıtmışdır. Qəlblərdə əbədi qalmışdır. Onun zənginliyinə aşiq olmuş mütəfəkkirləri, şairləri, sənətkarları yaddaşlarda əbədi həkk olmuşdur. Biz bunlardan şairə Xurşidbanu Natavan, Molla Pənah Vaqifi, müğənni Cabbar Qaryadoğlunu, şair Qasım bəy Zakiri, ifaçı Mirzə Sadığı, yazıcı Nəcəf bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəyovu, dramaturq Əbdülrəhim bəy Haqverdiyevi, bəstəkar Fikrət Əmirovu, mütəfəkkir Əhməd Ağaoğlunu və başqalarını aid edə bilərik. Böyük müğənni Bülbülün evində dünən olanda evin divarları, mebelləri, ağaclarının kölgələri dil açıb bizə deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini göstərir. Övladların ata-babalarının irsi ilə əlaqəsini sübut edir. Enməyən bir bayrağa işarə edir. Birinci vitse-prezident, birinci xanım, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondunun qarşıya qoyduğu nəcib hədəflərdəndir. Belə ki, o, Qarabağın başqa yerlərində olduğu kimi Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə intişar tapdığının şahidiyik. Bu nümunəvi fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yollar, yaraşıqlı binalar və gözəl hotellər və yenilənən muzeyləri görürük. Xalçaları görürük və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir. Bu hərtərəfli inkişaf çağırışıdır. Bunu Prezident İlham Əliyev zəkası ilə, böyük həvəslə həyata keçirir. Və bu da təəccüblü deyil. Çünki məhz o, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz o, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz o, öz ayıq, sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır. Bu isə başqa hekayədir. Şuşa 30 il ərzində vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisini və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətinin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq seçsində uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycanın tacına qaytardı. Özü də müzəffər şəkildə qaytardı. Şuşanın əzəmətini bilənlərdə iftixar hissləri coşdu. İSESCO təşkilatı uzaqda deyildi. Azərbaycan xalqını sevindirən onu da sevindirirdi. Cəmiyyətin sevincinə qoşuldu. Buna görə də təşkilat vədlərinə vəfa etdi. Təşkilat fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir. Və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir. Bunlar Azərbaycanın zəkalı oğullarıdır. Azərbaycanın zəkalı oğulları İSESCO-da da fəaliyyət göstərir. Orada təcrübəci ekspertlər kimi fəaliyyət göstərir. İSESCO həmçinin bura irs missiyası göndərib. Və bu, onlar azad olmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır. Bu, tarix kitablarında və vəfa dəftərində qalacaq həqiqətdir. İSESCO bu işə dünən başlamışdır. Amma təşkilat bugün və sabah da Azərbaycanla olan özünə məxsus etibarlı əlaqələrinə sadiq qalacaq. Onun yanında olacaq. Onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək. Sevinç və qürur anlarını onunla birlikdə qeyd edəcək. Onun oğulları və qızlarının həyata keçirdiyi quruculuq işlərini dəstəkləyəcək. Paklıq ətrinin
və saflıq müskünün daşıyıcısı olan Şuşalı İslam dünyası mübarək olsun. Onun sevgisini bölüşən, hər zaman onu görməyə can atan İslam dünyalı Şuşaya mübarək olsun. Cənab Prezident, sizə, birinci vitse-prezidentə, hökumət və parlament üzvlərinə, bütün Azərbaycan xalqına mübarəkdir deyirəm. Allah Şuşanı hifz etsin, Allah Azərbaycanı qorusun, qoy həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır. Sağ olun.